Bugün çox münasib getdiyim Doha vloqu ilə qarşınızdayım. Gedib gəlməyimiz neçəyə başa gəldi, hansı travel şirkəti ilə getdim, bu vloqda hər bir şey haqqında danışacağam. Biz biletlərimizi EasyFly şirkətindən çox münasib qiymətə aldıq. Gediş-gəlişimiz Azaldan oldu. Təxminən 3 saata yaxın yol getdik. Bu arada Azalın yeməkləri hər zamanki kimi çox ləzzətli idi. Çatdıq Doha aeroportuna, qeyd edim ki, Bakı ilə burada 1 saat fərq var. Amma hava hədsiz isti idi. Transfer vasitəsilə otelimizə getdik və aeroport çox uzaq değildi. Biz qaldığımız otelin adı Hampton by Hilton adlanır və çox Azərbaycanlı bu oteldə qalırdı. Hətta otelin işçilərinin bəziləri türkcə danışırdı. 3 ulduz olmasına baxmayaraq o qədər səliqəli, o qədər gözəl otel idi ki, yaxşı ki bu oteli bizə məsləhət gördülər. Mərkəzə çox yaxındır, 5-10 dəqiqəlik məsafəsi var. 4 ulduz, 5 ulduz qədər xidmətləri yüksək, otaqları tərtəmiz, səliqəli və hər yerə yaxındır. EasyFly-da çalışan Arifə xanıma çox təşəkkür edirəm ki, bu oteli bizə məsləhət gördü. Mən yenə Dohaya gəlsəm, yenə bu oteli seçərəm. Sonra çıxıb şəhəri biraz gəzdik. Qeyd edim ki, taksilər çox ucuzdur. 2-3 manat aparır. Bura Dohanın içər şəhəri sayılan soyuq Vaqifdir. Burada müxtəlif restoranlar, mağazalar var ki, çox maraqlıdır. Hava isti olduğundan yerə belə sərinkeşlər, kondisionerlər də qoyublar ki, havanın daha da sərin edir. Sonra belə bir restorana getdik, abu havasını çox bəyəndik və terasda əyləşdik. Qiymətlər restoranın abu havasına görə normal idi. Biz 2 cür şarma, toyuqlu düyü sifariş etmişdik ki, düyünün həcmi çox böyük idi, hətta 2-3 nəfərlik idi. Düyülərinin, toyuqların dadını çox bəyənsəm də şarmalarına eyni fikir deyə bilməyəcəm, heç yaxşı değildi. Ümumiyyətlə buranın yeməkləri çox ədviyyatlı olduğuna görə çox ağız dadına uyğun olmaya bilər. Daha sonra Doha porta gedib belə gəmi turuna çıxdıq. Özümüz üçün mahnılar qoyub, deyib, gülüb, oynayıb əyləndik. Bura gəlsəz mütləq kruz turuna çıxın, çox maraqlı, çox əyləncəlidir. Biz 25 real ödəmişdik, amma siz daha da endirim eləyib daha münasib qiymətə gedə bilərsiniz. Daha çox insan olduqda daha çox endirim edirlər. 25 real təxminən 12-13 manatdır. Bu bizim gəldiyimiz ilk gün idi və 4 gün buradayıq. 4 gün üçün o qədər gözəl planlar qurmuşuq ki, çox gözəl yerləri gəzəcək və hər gün üçün ayrıca vloqlar paylaşacağam. 2 nəfərə Azalla gediş, gəliş, transfer, 4 gecə 5 gün Dohada qalmaq, səhər yeməyi, 23 kilo bagaj, 10 kiloqram əl bagajı, hər bir şey daxil 2 nəfərə cəmi 1500 manat ödəniş etmişik. Amma mən bu bileti avqustdan almışam. Siz daha münasib də, daha yüksəkdə ala bilərsiniz, çünki hər gün qiymətlər dəyişir. Həqiqətən bu qədər şeyə görə qiymət çox münasibdir. Adi Azərbaycanda rayonların birinə gedəndə 1000 manatdan yuxarı pul çıxar, amma ölkədən kənara çıxıb bu qədər qalıb, bu qədər şey 1500 manat ödəmək çox əlverişlidir. Həm də 2 nəfər. Bəli, bu saydıqlarım, bu qiymətlərin hər biri 2 nəfər üçündür və buna görə EasyFly-a təşəkkür edirəm. Əgər siz də münasib turlar axtarmaq istəyirsinizsə, mütləq EasyFly-a yazın.